Bu qoğal niyə belə xırçıltılı olur? Hamı edir, amma nəticə çox az adamda alır. Sirri nədir bilmək istəyirsiniz? Bu qoğalın səsi, görüntüsü, qıraqlarının belə toxunmadan belə qat-qat açılması. Ən maraqlısı isə içi nə bərkdir, nə də xəmir qalır. Bu effekti necə almışam? İlk dəfədir edirəm bu reseptlə. Mükəmməl bir nəticə, onu qeyd edeyim ilk öncə. Yəni bulka kimi olmur. Ən çox verilən suallardan biri budur ki, qızlarım mənə, qoğal niyə bulka kimi alınır? Çünki resepti düz etmirsiniz. Bu resepti mən açıqlama qismində paylaşacağım. İndi gəlin keçək sizə hazırlama qaydasını izah eləyim. İlk öncə kanalıma abunə olun xanımlar. Mən 3 unun qarışımından istifadə etmişəm. Doymaq, favelli və Anadolu. 3 kilo unun xəmirini hazırlayıram. Sizə 1 kilo unun xəmirini də izahlı şəkildə açıqlama qismində qeyd edəcəm. Burada xəmirin operasını hazırlamışam. Görürsünüz ki, necə gözəl gəlib. Bu, mənim xəmirimin mükəmməl nəticə olmasının ən başlıca səbəblərindən biridir. Yumurtaların 4-ünün ağı ilə bərabər qatmışam, digərlərini isə sarısını əlavə etmişəm və üzərinə xama və İran qaymağından istifadə edirəm. Çünki artıq xamalarda demək olar ki, yağlılıq nəticəsi qalmayıb. Mən ona görə İran qaymağı çox yağlı olduğuna görə İran qaymağından bütün çörəklərimdə, bayram çörəklərimdə istifadə etmişəm bu il və onu qəşəng qarışdırıram. Üzərinə unun üzərinə tökürəm və hazırladığım operanda tökürəm onun üzərinə. Bunu qeyd edeyim ki, qızlar, operada istifadə edərkən istifadə etdiyim undan istifadə etmirəm. Qıraqda qoyduğum undan istifadə edirəm. Bura yağı da qəşəng əlavə edirəm. Yumuşaq yağ əlavə edirəm. Yəni ərinmiş yağ deyil. Unu üzərinə duzu əlavə etmişəm. 2 xörək qaşığı da pesokdan istifadə etmişəm və qəşəngcə xəmirimi yoğururam. Xəmiri nə qədər gözəl yoğursanız, o qədər də gözəl nəticə alacaqsınız. Qoyuram, xəmir mayalanır. Mayalandıqdan sonra keçirəm içliyi hazırlamağa. İçli üçün şirin içliyi hazırlayıram. Yağdan, pesokdan, undan və sarı kökdən istifadə etmişəm. Qəşəngcə qarışdırıram. Dəqiq qramajlarla etsəz nəticə möhtəşəm olacaq. Mən qonaq otağımdakı 8 nəfərlik stolun üzərini qəşəng silirəm, gözəl təmizləyirəm. Üzərinə duru yağ əlavə edirəm ki, xəmirlər yapışmasın. Və qat-qat açmağa başlayıram xəmirləri. Bu arada anamdan kömək alıram. Çünki mən açmaqda professional deyiləm. Anam möhtəşəm şəkildə açır və mənə kömək edir. Burada görürsünüz ki, xəmir çox böyüdür. Yəni bir masanın 8 nəfərlik stolun yarısından da çoxunu tutub. Mən 2 dəfə açma prosesindən 3 kilo unda istifadə etdim. Bu işləmi nəyə görə eləyirəm? Qızlar, əllərimə diqqət edin. Mükəmməl şəkildə xəmir açılır da. Yəni xəmiri çırpıram, narahat olmayın. Yəni cırılma yoxdur və tez-tez hər tərəfini yapışdırmağa çalışıram. Yapışdırdıqca da əlimi basıram ki, yağlı hissəyə cırılma olmasın. Cırılma olanda qızlar, xəmirin həmən bölümündə görürsünüz ki, çatlama olur və gözəl nəticə ortaya çıxmır. Hər tərəfini qəşəng tez-tez yapışdırmağa çalışıram və ərinmiş yağdan qeyd edim ki, yağ İran yağıdır və kərə yağıdır. Qıraqlarını çıxardıram, kəsirəm, çıxardıram. Nə üçün bunu edirəm? Qıraqlarını iç hissəsinə əlavə eləyəcəm. Yəni qorxmayın, siz də qətiyyən iç hissəsini əlavə edirsiniz. Nəticə mükəmməl olur da. Yəni zaten bu videomda görəcəksiniz hər şey ki, necə gözəl. Mən bunu qoğalı, sirri budur ki, rulon eləyirəm qızlar. Rulon ən rahatıdır. Yəni ən rahat şəkili qoğalın laylarının görünməsi üçün mütləq şəkildə rulon eləyin. Görün, baxın, görüntüyə baxın, gözəlliyə baxın, səliqəyə baxın. Bu da içini artıq doldurduğum qoğaldır. Yəni sizin qoğalınız belə alınırmı? Sual verirəm sizə. Yəni bir çox xanımların qoğalını görürəm. Yəni həqiqətən üzücü bir haldır. Yəni qoğaldan əsər əlamət olmur. Əsl nəticə əldə eləmək istəyirsinizsə, bu reseptdən istifadə edin. Fikirlərinizi rəy bölmənizdə gözləyirəm. Nə sual verirsinizsə, hər birinizə ayrı-ayrılıqda cavab verməyə çalışıram. Sağ olun.